Salam mənim əziz izləyicilərim, bu günləri biz çöl ördəyi, qaşqaldaq kimi tanınan çöl ördəyindən bir yemək hazırlayacağıq. Öncə deyim ki, biz bunu limonlu suda qaynadırıq. Qaynatdıqdan sonra onu hissələrə bölürük. Limonlu suda qaynatmağımızda məqsəd isə bunun xüsusi tamı və dadının iyinin getməsidir. Daha sonra biz onu hissələrə bölüb, yağla soğanlı tavada yaxşıcana qovururuq. Qovurduqdan sonra üzərinə bir narı dənləyib əlavə edirik və azacıq xodda öz suyunu, öz yağını buraxmağını gözləyirik. Sonra isə biz onun üzərinə nər şərab əlavə edirik. Nər şərabı əlavə etməkdən məqsədimiz də narın turşməzən, nər şərabın isə kəmşirin olmasıdır. Dad tamamilə bir-birini tamamlayır. Biraz qovrulduqdan sonra isə servis edə bilərsiniz ki, dedim ki, bu yeməyi istədiyiniz qadın ilə və yaxud da tək şəkildə yeyə bilərsiniz. Dadı çox dadlıdır. Ümid edirəm ki, bunu yedikdən sonra, hazırladıqdan sonra mənim fikrimi razı olarsınız. Göz haqqınızı halal edin, xahiş edirəm. Abunə olun, like edin, komment yazın.